Hamı salam dostlar, təzədən mən gələk. Bugün təzədən ölkələr savaşı olurdu. Kanada ilə Amerika arasında böyük bir savaş çıxdı. Kanada bu dalğayı görən kimi oraya əskər göndərdi. Amerika Alaskadan orayı saldırdı. Və üstüne sağ tərəfdən də saldıran kimi Kanadanın gücü tamamen düşdü. Bu arada Cənubi Amerika qıtasında da qarışmalar çıxdı. Çili ilə Arjantina və Meksika ilə Braziliya arasında böyük bir savaş çıxdı. Görəcək bu savaş kim olacaq. Xalqı bura yığan Meksika oraya əskər göndərdi. Xalqın ölməsini istəmirdi. Oraya ekstra daha əskər taxtiyası oraya təzə ekstra əskər taxtiyası göndərdi. Göndərən kimi bu görən də Arjantin ilə Çili bərabər savaşa girdi. Bu savaşın kim udacağını bilmirdik. Çünki ikisinin də əskəri gücü eyni idi. Bu yüzden də görək ki, kim udacaq. Neyse, orayı bıraxdıq və Meksikaya uduzan Braziliya komandirlərdən kömək istədi. Amma orada çox az insan yaşayırdı. Bura baxan da saat bu qədər. Kanada'nın saatki durumu bu qədər idi. Kanada ağ bayraq çəkdi. Beləcə Amerika onu aff elədi. Amma orada pis durumları var idi. Çünki Meksika ilə savaşa girmişdi. Meksika ilə savaşa girən kimi əskəri üstlərə böyük saldırılar gəlsə də yerində Amerikanın böyük gücü ilə orayı qarman torman elədilər. Əskərlər pes eləmədi və savaşmağa davam elədi. Meksikanın orada əskəri gücü çox idi. Amerika da oraya dəstək göndərdi. Təzədən Cənubi Amerika qıtasında Çili ilə Çilinin Arjantinə böyük qayıb eləməsi və yaralısı onları pes elətdirməyə çatırdı. Amma yenə də komandiri onları pes eləmək üçün çətinləşdirdi. Beləcə onlar pes eləmədi. Çililər tez buraya gəlib bayraq sallamaq istədi. Bayraqlarını salladı və ağ bayraq sallaması ilə savaşdan çəkildi. Braziliya tərəfində çox da bir gəlişmə yoxdur. Çünki ikisinin də həyatı böyük təhlükədə idi. Biz bunları dəyişdirək. Və indi necə qaldı? Şunu da belə eləyək. Burada Braziliya tərəfində böyük qayıblar çıxdı. Bu yüzden 3 dənə əskərdən 2 dənə əskər qaldı. Və Braziliya savaşdan çəkildi. Buraya təzədən göz eləndiyimizdə Amerikanın dəstəyi oraya çatdı. Və beləcə Meksikalılar zorunlu səfərbərlik ilanı verib ora xalqından da əskərlər gətirdi. Oraya xalqından dəstək gətirdiyi üçün çox böyük bir əskəri gücə sahibdir. Amerika belə bunlara güc sata bilmirdi. Tez sınır qonşusundan dəstək istədi. Kanada isə buna olumlu cavab verdi. Çünki daha Amerika ilə dostdur. Amma bir şartı vardı. Dəstək verəcəyin vaxt torpaqlarını geri verəcəkdi. O da məcburen qəbul elədi. Əgər etməsəydi, Meksikaya udacaqdı. Amerika savaşdan çəkildi. Beləcə qayıblar çox gəlməyəcəkdi. Meksikanın torpaqlarını geri verdi. Meksikanın torpaqlarını geri verməsi səbəbi çünki çox uduzcan getdi və savaşı uduzdu. Beləcə bu anlaşmaya görə də əgər ki Kanada'ya torpaqlarını verməsəydi, pis yerlər onları gözləyirdi. Gene təzədən gəldi. İndi burada bir çox savaş çıxdı. Bildiyiniz kimi.
Amerika ölkəsi təzədən tamir eləmək üçün böyük inşaatlara vardı. Tez burada bir dənə ölkə alaq. Əskəri üsləri inşa etməyə Amerika başladı. Əskəri üslər qurulduğu vaxtda çətin şeylər yaşandı. Çünki kənar tərəflərdə də Meksika çox güclü ordular qurdu və əskərlərini oradan çəkdi. İndi bura keçəndə ən axırıncı savaşda Mavi ölkə bunlara savaş ilan eləmişdi, savaşları dayandırması. Onlar isə gülüb keçdilər, amma sonucunda toprak qaybelədilər. O yüzden de dediler ki, eğer siz çekilersiniz biz de çekileceğiz diyerek onu sakitleştirdiler. Bunu da böyle bunu boyunla değiştir. Bunu da böyle. Ha. Tez bunlar da toprağını aldılar. Ve dostlar size bir şey diyeceğim. Orada bu kırmızı ve yeşil ölçeğinin arasında bir anlaşmazlık var. Sizce buradaki şehir kimin olmalıdır? Neyse dostlar videomuzun sonuna geldik. Çok sağ olun. Bay bay.